Onları qoyun quzu saxlamaqdan və əkinilcəkdən ələ gəlir. Kəndin təhcə hasıllar payla buğdadır. Demək, Çanaqçı kəndindən Təbrizə qədər 270 kilometr yoldur. Kəndin qonşuları quzey tərəfdən Kirişan kəndi, güney tərəfdən Araz çayı, Günbatan tərəfdən Himidan və Günçıxan tərəfdən Larizani Sufla kəndidir. Əziz tamaşaçılarımız, Çanaqçı kəndinin burada xanımlarıdır, sağ olsunlar. Çox mehriban insanlar vardı, yaxşı adamlar var bu kəndin, Çanaqçı məntəqəsinin, Xudafərin məntəqəsində yaşayan dostlarımızın hamısına salamımız var. Bunlarla istəyirik bir söhbətimiz olsun, bunlar da kəndin uşaqlarıdır. Uşaqlar baxın geçə öyrə film izləyirsin, mən sən də baxın oraya, ay sağ ol, ay sağ ol. Nənə bu Çanaqçıdan eşitmişəm. İlin bir fəsi yaylaqlara geysiz, hə? Bəli, gedirik. Hesab qoyunca saxlamaq üçün geysiz. Yolumuz yoxdur da, gedirik. Aha, yaylağın yolu yoxdur. Aha. Və yaylağın iki yolu yoxdur, nə cür geysiz? Qabaqdan qatır saxlayırdıq, minib gedirdik. İndi də day qıçımız da ağrıyır, gedəmir. Dəvə ilə zaten getməmişdiniz, ya orada dəvə çıxmaz. Dəvə yolu deyil. Dəvə yolu da. Dəvə yolu deyil. Qatır yoludur. İndi də bizə yol çək. Maşın aparsın, qoysun. Yaylağa, Yaylağa malımız var, qalırıq burada. Nə qədər qalırsınız yaylaqda? Yaylaqda 3 ay qalırıq, 2 ay qalırıq. Yol elə, indici geysiz məsələn yaylağa, at qatırla da vəsaitlər daşıyırsınız. Qatır da yol deyil, elə qalmışıq bu yay günü burada qalırıq. Susuzdan qarnımız da yoruldu. Burada, niyə nənə su? Nə cür susuzdan qarnınız? Suyumuz belə, şirin suyumuz yoxdur, acıdır. Araz çayı vardı burada, yoxunda daxı. Yaxın oldu, Arazdan da qədim eşyayla, qatırla gətirirdik. İndi də qədəmlə düşmüşük, balalarımız da çıxıb gedib Tehrana, oturmuşuq, şor sudan içirik. Şor suyu içirsiniz. Bəli. Nənə, uşaqlar, cavanlar niyə köçüb şeyiblər oran bir yana? Oxuyurlar, Tehrana gediblər. Oxurlar, Bəli. dərs oxuyurlar da, hə? Hə, nə mənədir, nənə, siz elə bir... Nənə, bax ora danışma, nənə, bax ora, hə, nə mənədir, nənə, dərahmətimiz Aha, yoxdur. dəraməd olmur gedirlər. Bəli, Nə dərahmət şöyle, yoxdur, cavan işi oğlanlar ora yoxdur. köçüb neynirlər? Aralıqda qalıb. Belə karigar olublar. Nə Hə? Deyirlər, karigar olublar, nə qeyri. Aha, yol... Lisanslarımıza iş vermirlər. Aha. Hey, odur. Sonra, Yerləri yoxdur. nənə, məsələn, o cavanlar ki, yolluyorsunuz gediş, məsələn, o ayrı uzaq şəhərlərdə zıtda qalır. Bəli. Onlar evli olanda elə, hesab arvad uşaqlarını da aparırlar, ya gəlincə burada qalır. Aparırlar da, qalır da. Qüvvəsi olan Gəlin aparır. burada qalar və iki daşın arasında gedir. Aha, gəlinlər burada qalır, kişilər bir yol gedirlər. Aha, Qüvvəli aparır, qüvvəsiz aha, qalır. qalıb o qüvvəsinə ki, aha, apara bir yol, aparamıyor. Aha, Məhərrəm. Can. Bizə belə bu da yerlərimizi tutub əlimizdən alıblar. Dövlət bir tərəfdən bizi buradan alıb, bir tərəfi də burada alıb. Biz harda dolanırıq ki, heyvan. Aha, niyə alıb, nənə, haralarınızı Alıb alıb da, da? nə gəlib deyir, yer mənimdir. Dövlətin qədimi yerlərimizi əlimizdən alıb. Aha, laf belə dədə-baba Hə, mülkünüzdür dədə də. baba, da, qarşı rast gəlirsin, qoyulsun onlara. Aha. Sizin əlinizdən gəlsin, qarşı rast qoyulsun oraya. Niyə? Dövrənin yarısı tikilir, yarısını bizi qoymur oraya qədəm Aha, gibi. versən mülküzə sahib Hə, çıxırlar. sahib çıxır, dövlət sahib çıxır, bizi qoymur. Ha, nənə, ora nə mənə mülküdür? Hesab öz mülküzümüz, qədim əkib biçirsiniz. Ben özümüzün de zəmi yeri de vermirlər. Aha, qədim bəs O da mülküzümüz. biraz da tikilir, biraz da qalıb. Burada. Aha, biraz. Daşın arasında. Ya, inşallah ki, əziz məhsullarda məntəqənin o möhtərəm məhsullar ki, Fəqət bizə yer, bir də su. yerinə, Suyumuz yox deyə suyumuz. suyla Suyumuz yer, yox. su içməli. Qocuyuq, su Ha? Aha, Məhərrəm. Bizim yeylağımızda yaxşı ay kahasıdır. Aha. Da çarəmiz yoxdur ki, sizin sağlığınıza gedirik, gəlirik, vallahi Allah daşdan şöyle. düşər, qayadan düşər. Yaxçı. Ora bir yol çəkib, Yox, biz də elə gedib inşallah, maşınla inşallah. düşək, o heyvanımızı saxlayırıq. İnşallah hörmətli məhsullar ki, bu bərnaməni görürlər, bu məntəqə, bu Çanaqçı kəndi ki vardı və buna oxşayan neçə kətlər vardı. Bunların o mülkülər, zətlər ki var ki, əkərə mülküdürlər. Qədimdən dədə-baba mülkülərdə əkiblər. İnşallah ki, məhsullar himmət eləsin, bunların köməkli eləsin, bunlar o əkin biçinlərin yerində saxlasınlar. Nənə elə hamımız belə baxın o dürbünə bir yadigarı bir əhsiz salın.
Ha, yo maşallah yaxşı tox güzel var Hacı xanım. Elə hamısı bulardı. Ya bir ceyb oyan bir yana ha? Elə on bir nə dəcəkdi? Oyan bir yana ceyiblər. Bəli. Tulcuzat yaxşı da bunları yemiş. Tülçü olmaz burada. Olmaz. Xeyr. Aha, gen Allah'a çok şükür. Ben buraya necə dedim dedin, istəyirəm danışam, nə mənə danışırdın? Amərəm, bizim müşkülümüz odur, suyumuz acıdır. Nə necə o çölcüyə bir sən? Məhsullara inşallah deyəsiz ki, bizim Aha. suyumuz acıdır, içəmirik. Ha, içməli Ələm suyuz. gedərik ki, Aha. malına, eşyayla su gətirib içirik. Hardan gətirirsin suyucu? Arazdan. Behtaşlı olmur da içməli. Bəli, Beytaşda olmuyor. Yox, nə necə bez buyanlıq, sən bez buyanlıq. Geçdin, Hə. buradan ki qaz gəlib gedəcək, Ha. onda gərək məhsullara deyəsiz bizim qazımızı verərlər. Yaxşı, inşallah. Ya. Hə, nəvi tap veririk. Yaxşı, nə necə? Gəl bez buyanlıq. Sonra indi bir o suyu hardan gətirəcəksiniz içməli suyucu? Biz içməli suyumuzu gedirik, çətlərdən gətiririk, arazdan da içə bilmirik. Aha, arazdan Hə, içəmisiniz. bu daha odur qablarımız o daha orada Nə qoymuşuq. mənə daşıyırsınız? Maşınla gətirirsiniz? Maşın ola maşından olmayın deşyayla. Aha, yox, inşallah ki, Ha. sizin bu içməli 50 suyucu ildir biz eşyayla bura su Bura su gətirirdik. gətirirsiniz. İndi bir su veriblər, o da acıdır, hardan içənmirik. gətiriblər suyu? Suyu araz qırağından. Aha, onu içəmisiniz. Yox. İçənmirik, bəli. Mənə burada ağaclar təkibsiz. Bunlar nə mənə ağacıdır belə? Onlar meyvə ağacıdır. Meyvə ağacıdır. Hə. O nə mənədir bir dənə orada qırmızı güllü? O hüllüdür. Hül ağacıdır. Amma Bəli. maşallah burada hulular gül açıb ha. Hə. Heç o bir tərəflər deniz ağaclar almayıbdı. Hə, açır. bura maşallah Bəli. havasının istiliyinə görə. Ya, sağ olasın nənə. Əlləriniz ağrımasın. Sağ olasın. Sağ ol. Bu uşaq isti burada ha. Şəhər yerində soyuqdur burada isti. Hə, sağ ol nənə. Xudafərinin Çanaqçı kəndindən xidmətçisəyik. O cür ki görürsünüz bu məntəqənin abi havası isti olduğu üçün bütün dağdaş gövəribdir. Bəli, indi Azərbaycanın bəzi məntəqələrində var, hələ qar oradan üzülməyibdir. Qar üzülməyibdir. Bura qəşəng havası vardı. Yəni yayın isti zaman, ya Allah, Aziz salam. dostum, Ya Allah, bizim elə salam. xoş gəlibsən. Öpüm səni budur qəsdim, çəmən gülə xoş gəlibsən. Duyğularda gülav kimi, min mənalı sual kimi, qıy vuranda qartal kimin, dağlar daşlar dilə gəlsin. Sağ ol, sağ ol, Çox sağ ol. xoş gəlmisiniz. Təşviq elən bunu bir. Ay sağ dostum. Sağ olasın, sağ ol. Elə bizdən bir də şeir coşa gəldi. Bizimlə gəlirdin ya sonra gəldin sən? Biz elə eşitdik ki, Aha, siz gəlmişsiniz buralısan, ki, Çanaqçı. mən xeyr Xudafərinəm Şəhər Xumarlıdan. Aha. Çanaqçı Beysab demək olar ki, Rustay Çanaqçı bizlə xeyir Şərkənd və Aha. Şəhər Xudafərin şəhristanına tabe olan kəndlərin biridir. Allah hifz eləsin. Çox müsəlman Çox sağ olasınız. cəmaatı var. Vaqən Vaqən zəhmətkeş. o cürdür. Məntəqənin əhalisindən təşəkkür olunur. Çox istiqanlı, mehriban cəmiyyəti var. Elə bu kətdəki gəldik burada Çanaqçı, sağ olsunlar. Hamısı bulan yaxşı insanlardan, məxsusən də bu Məşəd İman kişi. Hey bizə telefon elədi ki, bala gəlmirsən bu Çanaqçıya. Hey telefon elədi, axır biz də gəldik. Məşəd İman kişi. Gəldik. Məşəd İman kişi də oradan. Zəhmətkeş adamdır da. Çalışqandır kişi. Maşallah. Qəşəng gövərib. Yer göy qəşəng gövərib. Salam aleyküm, Şalbay yorulmayasınız. Necəsiniz? Yaxçısınız, ya Allah, ya Allah. Keyfiniz. Usta yorulma. Sağ ol. Yaxçı, mənə baxma, mənə baxarsan qoyunun dərisini kəsin. Yaxçı, bir dəqiqə saxla, elə o cür saxla. Yaxçısın inşallah. Nə var, nə yox? Sağ ol. Fikirin qatlaram ki, qoyunu kəsin, qaları xatı. Nə var, yox? Gəl bur usta, usta siz gəlin durun burada. Ayla ha. Necəsiniz? Keyfiniz yaxşıdır.
Qoyun qırxırsınız ha burada? Bəli, bəli. Tezdən. Xeyr, bizimkində atıbdır. O ki qoyun kök olduğunda biz qırxarıq. Oradan. 2 yol qırxarıq, Aha. məşmərim. Nə vaxt? Bir yolda yeylaqda güzəmlərik biz. Yeylaqda bir şey vuracaqsınız. Bəli. Yeylaqda məsələn köçəndə ay neçəsində vuracaqsınız? Təqribən 45-də vuracaq. Yayın 45-ində. Yayın 45-ində. Bir şey indi vurursunuz hə? Bəli, Bir şey də yayın 45-ində. bəli. İndi yunu yaxçılar, ya ondan yunu yaxçı olur. İndiki yaxşı o güzəm olar. Bu yundur, güzəm, bu yumuşaqdır. Bu onunla yaxçı olur. Bəli. İndi niyə yaxçı olur görəsən? Bu indiki yaxşı olur da. Bu Uzun parçalar olur, uzun sağ olur. da, hə? Bəli. O bundan şafaqlı olur fikrim, hə? Bəli. Güzəm şafaqlı olur. Şavaqlı olur, amma bir də o qart olur. O Qart küçük qılan da. olur. Aha. Bəs deməkdə bu deməkdə payızın yunudur da indi qalıb üstündə. Bəli, bəli, payızın ki. Payız yunudur. Şimdi buna yun deyirsiniz. Yaylaqdakı olacaqdı, ona nə mənə deyirsiniz? Ona güzəm. Yunları bu cür vurursunuz, neyinirsiniz axır bir yol? Axır bir yol qədim toxuyardılar, darardılar, elərdi. İndi satırlar, yorgan döşək elirlər indi. Aha, yorgan. Gəlinlərə bir hesab Bəli. cehizat oğlan olur qızı, da. Bəli, hamı. Aha, yaxşı. Usta ha? Usta gəl bura sən də bir film düşün, ey. Gəl bura, gəl bura. O yazıq qorxusundan yaman çobalayır, səhdəni vurdu. Vurmaz, qorxma. Vurmaz? Hayır, vurmaz. Aha, kəsib eləmirsən, bəzi Hayır, yerdən kəsmir. qızartdınız ha. Yelə ocur olar. Odur olar, qıtlığın ağzı düşer. Qırqlığın ağzı düşür, yaxşı, Hə. neyin? Nəzirdə hər qoyunu neçə dəqiqədə vurursunuz belə? Bir 10 dəqiqə, 15 dəqiqə. Birin 10-15 dəqiqə. Hə. Köməkli də olar da, gələrlər. Bəli, olar. Gündə neçə dənə qoyumuzu vura bilərsiniz? O qalıb yatışdırmağına qoyun. Məsələn, bir yarım saat, 2 saat yatışsa, məsələn 5 dənə, 10 dənə. Aha. Bu yoldaşımız da elə bir ki, dedi bir dənə oxuyacağım. Oxuya gəlir, o tərəfdə də dostlarımızdan da gəliblər. Orada oturublar çimənin üstündə. Gedək onların bir həm də filmlər düşür. Yaxşı, usta, indi bir oxuya gəlir, oxur. Ay maşın. Ha. Bəlkə bu Gəl. yerlərə bir də gəlmədim. Ay sağ ol. Duman salamat qal, dağ salamat qal, dağ salamat qayıl. Ha. Arkamdan su səfir oy, göysə bulutlayır. Ay sağ ol. Arkamdan su səfir oy, göysə bulutlayır. Vətən salamat qal, Ha. dağ salamat qal, dağ salamat qayıl. Sağ ol. Qəşəng. Ha. Ha, o ilandı. Nə mənadır? Çoramal. Sonra ya nə mənadır? Vurmaz, hep bu vurmaz. Ha, ben vurardı nə mənim? Ha, şimdi. Ha, o çatma, o ilan. Vurmaz ha mənim, aslan vurmaz. Aslan vurmaz ha, ot yer. Ha, o vurar. Ha, mən ilandan, mənim ilandan zaten qorxum yoxdur ha. O mənə bir çalıb eləsə mənim əlimdən xata çıxar ha. Oradan deyirəm. Ha? Yo, yazıqlığım gəlir ha. İlana Yox, boşlasın uşağı azaltsalar, qoy saxlasın. Yəni dağılışandan sonra yaxşı. Məşiman ki burada oxuyanınız da var da. Ay qəhrəman. Yaxşı. Bir dənə bir şeir deyəcəksin. O ilandan xata, bu xata çıxardacaq büyümüş. Amarım, çox zəhmət çəkib gəlmisiniz. Sağ olasın. Ustan Azərbaycan şərqidən bizim Çanaqçı kəndinə təşrif gətirmisiniz. Çox xoş gəlmisiniz. Sağ olasın, sağ olasın. İnşallah ki, həmişə illərimiz illərdən yaxşı gəlsin. Bayramı da sizə hamıza təbrik edirəm. Ya bayram düzü soğuşubdur. Vəli Eybi yoxdur. Elə bayramı hər vaxt desək təbrik edirəm. Tut yerə düşüncən. Bəli. Ha, o ilanı çək o yana. Ha da bu. Qorxma, əsla da olmaz. Baba. Ha deyirlər o vursadan da yerindən durmaz. Əfilandı deyirlər. Ha. Der gəldim indilli bahar şovunuma Təbriz düşdü. Güllü bülbüllü bahar şovunuma Təbriz düşdü. Təbrizin dərdi məni, dərdim olub illərcə. Orada var nazlıcar şovunuma Təbriz düşdü. Bacımı, qardaşımı, sevgilimi görməliyəm. Yox düşməz bu qərar. Şovunuma Təbriz düşdü. Ha. Dünyada çoxlu gözəl adlı şəhər min var. Aha. Dünyada çoxlu gözəl adlı şəhər min var. Hər yerin öz adı var. Şovunuma Təbriz düşdü. Mən Süleyman Kürərəz, nəğməli şair babayam. Çəkirəm ağlama car, şovunuma Təbriz düşdü. Doğru yolun yolçusuyam dünyada. Ha. Şan şərəfli, gərəyimə bərəkət. Ücdə gəzib yeməmişəm ortada. Aydan arı, ətəyimə bərəkət. Ay sağ. Dünya üçün satmamışam özümü. Öz yerimdə danışmışam sözümü. Özgə ələ tihməmişəm gözümü. Polat qatdı biləyimə bərəkət. Ay sağ ol, ay sağ ol. Mal toplamaq, dövlət yığmaq həvəsdir. Mal toplamaq, dövlət yığmaq həvəsdir. 5 gün ömrə bu nə haydı, nə səsdir. Gödək ömrə, uzun arzu əbəxsdir. Yaxın arzu, diləyimə bərəkət. Sağ ol, təşviq elən, təşviq elən. Maşallah. Götə bilməzsən sən də təşviq elərsən bu ilan mənə sancar. Ay sən təşviq becüsən hamı təşviq. Yat, uşaqlar. Nə vəkiləm, nə reysəm, nə xanam. Aha. Şükür olsun ki, zəhmət çəkən insanam.
öz əlimin qazancından öz anam bişirdiyi çörəyimə bərəkət. Ay sağ ol, sağ ol. Çox insanı ölçdüm sağın solunda. Gördüm aclığında, gördüm bolunda. Satdaram öz xalqımın yolunda. Mərd dayanan ürəyimə bərəkət. Sağ ol, sağ ol, sağ ol, sağ ol. Doğrudan sağ ol. Dostumuzdan çox təşəkkür edirik ki, məntəqənin yaxçı şarından Ay Səttar, ondan bir xat oldu, nə? Qıracaqsan bizi sən büyük. Bəli, Səttar Gül Məhəmmədin şeiridir, o cüzdür. Bəli. Bəli, məntəqənin şairidir, sağ olsun burada. Ölənlərə Bəli, Allah bütün dostlarımızın hamısını səlamət eləsin. Şüzeyli Səttar Gül Məhəmmədin şeirindən birini oxudu, qəşəng şeiridir. Ondan sən göz ol ha. Yaxşı, ondan sən göz ol. Yaxşı. Bir daha da ver. Ondan göz ol. Bizi qırma ol. Yavaş ol. Əlimdən boşdandı. Sən bir gün bizi xataya qoyursun. Yox, qorxma, əlimdən Bu ilan cindi tutubsan, bu nə cür ilandır? Məntəqədə ilan çox deşmişəm ha burada. Olur bəli, yayda olur. Yayda çox olur. Bir onu bilməyəcəksən Kətlilərdən burada yaşayanlar ilanca çalsın. Yox, olmayıb olur. Olanda aparında nə edir məsələn? Birinin ilan. Temirbəyli aparır, orada sofu var da. Aha, sofu Orada, var. ha, torpaqdan Sofu mənzur batdan. ilancıdır, olsuncu olur. İlancıdır, sofudur, bə, ilan tutar. Aha, o sofu bir yol neyinir ilan Elə onlar çalana? nəcatən ilan tutar. Yaxşı, neyinir ilan çalana? Ofsun elirlər, torpaq verirlər, yedirdirlər, siqarzat verirlər, görürsən yaxşı oldu. Aha, Tiqa verirlər. aha, Bəli. bəs olsun. Götürə aparmazsınız? Xeyr, elə sofu söyle döhtürə də aparırıq, bəli sofu onlardan çox Yaxşı, yaxşı. indi bir iş var. Apar bu ilan boşda bir yerdə geçsin deyil. Onu apar bir yerdə boşda. Apar onu bir yerdə boşda, görürüm sən. Onu apar. Sən ölməyəsən, hər kəsin bu dünyada əmalı düz olmasa, hər kəsin əmalı düz olmasa, onlar ki, deməkdə dünyasını dəyişəcək, fərq eləməz ha, fərq eləməz. Bağ müdür olasan, məhsul olasan, nümayəndə olasan, göhdür olasan, böyükbaş olasan, hər kəs olsan ol. Əməlində bir cıqqılın naxalisliyi olsa, düz işləməsən, o dünyada ki, getdin, yaxçı, yavaşdan ki, orada məsru vardılar, dedilər, get bura. O, cəhənnəm də, cəhənnəm. Orası getdin, yolda bunlardan ötürəcəklər bir yol, orada bir yol neynəyəcəkdir, çala-çala gedəcəksin. Sən ölmə deyirəm, indi nə əmalı düz elə. Dünya malı başınızı qatmasın. Cəmaatın bu işinə zadına geçək, irabətli yetişin. Önləri bir yaxçı söz eşitdim. Deyirlər o adamların ki, əmalları yaxçıdır. Onların cəsədləri, cismiləri qəbirdə bevaq çürüyür. Baxın bir, qəbirdə bevaq çürüyür. Heyvanat, qurtquş onlarla iş olmur. Vəli onların ki, əməlləri bir zəifdir. Sən ölməli vər gecəsi elə bu ilanlar, qurtlar, quşlar orada didişdirirlər. Fəqət baxın, Allaha baxın, qorxun işləyən millətə xatir. Düz işləyim. Ay sağ ol. Yaxşı, Məşəd Əpan. Bunu yolla gəlsin Məşəd Əpana. Ərz olsun ki, Məşəd Əpan bir dənə bir dostlarımızdandır ki, roşəndildir, qəşəkdə şeirzat başarır. Məşəd Əpan özü mərif eləcəyən qəşək bir dənə bir şeir o əziz tamaşaçılarımız. Məhərrəm, mən bir gün bir yeylağımız var, Zərnərdu deyərlər. Orada Duzlaq səmti var, getmişdim ora. 1350'də orada yurdumuz vardı. Aha, 1350'də. 1350'də. Getdim həmin yurtda anamın şordaşını gördüm. Anam fot eləyib, Allah ölənlərinizə rəhmət eləsin. Anam gəldi gözümün qabağına, dağlara, daşlara, cığırlara, o ciyahlara baxdım, əslən ruhiyyəm əvəz oldu. Orada 1-2-5 şeir demişəm. İnşallah mənzuru nəzər eləyəm sizə. Baxıram yallara, qəlbim öyünür. Ha, sağ ol Məşəd Əpan, sağ ol. Döşündə cığırlar saysız görünür. Atamın iz yeri cenndən bilinir. Anamın laylası bu dağlardadır. Sağ ol Məşəd Əpan, sağ ol. Məxmər meşələrdən çüşa-çüş səsi. Hər quşun avazı cükkə-cük səsi. Kəhliyin daşlardan xoş gəlir səsi. Anamın laylası bu dağlardadır. Anamın izində bitibdi güllər. İzini gördükcə iz məni dinlər. Ağlım başdan çıxıb qarışıb simlər. Anamın iz yeri bu dağlardadır. Sağ ol Məşəd Əpan, sağ ol. Şor daşından aldım anamın iyin. Ziyarət eylədim Məhəmməddinin. Düşmüşəm dağlara, olmuşam cünun. Anamın ətiri bu dağlardadır. Kəbəmsən, qiblamsan, ziyarətgahım. Ölsəm əgər bu dağlarda qazım məzarım.
Əhladımə bütün gözə bulağın, anamın iz yeri bu bulaqdadır. Sağ ol, sağ ol, sağ ol, sağ ol, sağ ol. Sağ ol Məşəd apar. Sağ ol, sağ ol Məşəd apar, sağ olasın. O uşaqlar nərəsiyə başadı ilan tuturlar. Bax oraya. Onlar bir görsət, bir şəhər uşaqlar görsün. Uşaq ilan tutma, sən uşaq ilanı nə edirsən uşaq? Uşaq şey otur burada şeir oxuyur. A Məhərrəm, əgər vaxt var... Məşəd apan, əllərini ağrımasın, çox sağ olasın. O uşaqlar ki görürəm mən, sən ölmə. Bu mülkün nə mənə ilanı vardı. Hamımızın bütün tutdular, boğdular. Hesab eləməz, onlar Sağ ilan olasın. balası, dilan onlara hesab eləməz. İndi şəhər uşaqları da bir dənə o ilanı nəsini görəndə səhdən hırsız. Qaçarlar. Uşaq ilan xətərnak. Xətər... Kimə deyirsən? Uşaq ilan xətərnak. İlan çalar. Kimə deyirsən? Xətərnak valla. Xətərnak. Əziz tamaşaçılar. Qızım otur yerə bir daha bir söz deyim gedə. Bir dənə oturun bir əhsalat deyim. Əziz tamaşaçılarımız, bu məntəqənin gözəl dolanmalı yerləri vardı, qəşəng bulaqlar, zatları vardı. Vaxt oldu, fürsət oldu ki, bunları da sizə göstərəcək burada. Elə gəzirik. Bu kəndi, Çanaqçı kəndin Məşəd İman kişi gəzirik. Qəşəng gəzməli yerlər zadınızda var da. Haradır? Adları nə mənədir? Sərdədir, qəşəng. Adı nədir? Atağlı, nəbi yeri, zat üstə. Atağlı. Atağlı yerinə zadına görə fürsət olsa gedəcək. İnşallah. Nəbi yerinə zadına. Bir dənə baxın əhsimiz düşsün. Hamız baxın ora.